Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları, bu vaxtınız xeyir olsun. Hər birinizi İslam həqiqətləri verilişində xoş gördük. Artıq 23-cü bölümdür ki, siz əzizlərin evlərinin qonağıyıq, gözəl, elmi və maraqlı bir mövzu ilə. Bildiyiniz kimi, əziz tamaşaçılar, İslam həqiqətləri verilişinin ana mövzusu imamətdir və imamətə aid nə elmi baxımdan xırdalıq mövzu varsa, biz hamısına sistematik şəkildə toxunuruq, məsələləri izah edirik ki, siz əzizlər üçün heç bir qaranlıq məsələ qalmasın. Keçən verilişimizdə biz Quran baxımından İmamın iki mühüm vəzifəsi haqqında söhbət etdik. Onlar bundan ibarət idi: bəyan və hifz vəzifələri. Bəyan odur ki, məsələni izah edir, yəni dini məsələni, dini mövzunu dəqiq şəkildə izah edir. Hifz də odur ki, qoruyur, nədən? Təhrifdən. Yəni o dini məsələ təhrif olunmasın. Peyğəmbərimiz necə bizə deyib, o orijinallığını saxlamaq üçün. Əgər bu orijinallığın qorunmasa, əbədi saadətə, əbədi xoşbəxtliyə biz çata bilməyəcəyik. Bugünkü verilişimizdə isə başqa bir prizmadan bu iki vəzifəni araşdıracağıq. Əql baxımından ki, əql görək bizə bunu vacib bilirmi ki, yəni imamda bu iki vəzifə olmalıdır ya yox? Bunlar haqqında söhbət edəcəyik. Verilişimizi izləməyən tamaşaçılar rahat şəkildə Vilayət TV kanalının rəsmi YouTube kanalına müraciət etməklə hər bir qismətə rahat şəkildə baxa bilərsiniz. Və sizə qaranlıq qalan hər hansı bir nöqtə olarsa, şərh bölməsinə həttəmən yazın, biz bütün suallara cavab verəcəyik. Hörmətli tamaşaçılar, sizləri çox intizarda saxlamayım. Dəyərli qonağımızı sizə təqdim edirəm. Verilişimizin qonağı cənab ilahiyyatçı, alim, ustad Ramiz Muhammed. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz İslam həqiqətləri verilişinə. Necəsiz? Aleykümüssalam və rəhmətullah. Təşəkkür edirəm. Çox sağ olun. Allah sizi daim qorusun. Allah ömrünüzə bərəkət versin. Ustad, çox incə məqamlara toxundunuz keçən verilişdə yadımda olduğu qədər. Həqiqətən bu iki vəzifə çox mühümdür ki, ilahi məlumatları dəqiq şəkildə ümmətə ötürmək üçün ki, Qurandan da ayələr oxudunuz. Əql necə? Əql bu vəzifəni təsdiq edirmi? Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Deməli, bu mövzu ilahi hökmləri və yaxud da ilahi təlimləri çatdırılması və qorunması çox mühüm məsələlərdəndir. Vəzifələrdəndir, bəli. Bəli, niyə görə? Ona görə ki, əgər dinin tərifinə biz baxsaq, dini müxtəlif təriflər veriblər, amma biz dayanmışıq əsas deməli bir tərifin üzərində ki, bunu mən Azərbaycan dilində tərifi deyim, sonra bu tərifdən inşallah yola çıxaq və bunun əqli tərəflərinə baxaq. Deməli, Allahın Peyğəmbər və Rəsullar vasitəsilə insanlara riayət olunacağı təqdirdə göndərilən dünya və axirət xoşbəxtliyini, insanları dünya və axirət xoşbəxtliyinə çatdıracaq ilahi təlimlər toplusudur. Din budur. Yəni, insanları, xülasələşdirsək, insanları həqiqi dünya və axirət xoşbəxtliyinə çatdıracaq ilahi təlimlər toplusuna biz din deyirik. İndi bu din tərifdə də gördük Allah tərəfindən. Çünki bu tərifdə bu şeylərə diqqət olunmasının səbəbi budur ki, digər deməli qeyri-ilahi dinlərdir, ondan sonra və yaxud da bəzən dini tərif verəndə ümumi götürüblər əhatə dairəsini. Hətta dindar olmayanlar və yaxud da bizim tərəfdən baxanda din hesab olunmayan təlimlərə də din deyiblər. Necə ki, məsələn, Əllamə Tabatabai dinə tərif verəndə, Quran-ı Kərim təfsirində, mizanda tərif verəndə bu ayədən çıxış edir ki, ləkum dinukum vəliyə din, sizin dininiz
siz özünüz üçün, mənim dinim özüm üçün. Burada Peyğəmbərimiz kafirlərlə, Kafirun surəsində, kafirlərlə münazirə eləyəndə bu sözü deyir. Və burada da Əllamə Təbətabay deyir ki, fikir versəz görərsiniz ki, orada Peyğəmbərimiz buyurur ki, ləkum dinukum. Deməli, burada dinin mənası heç də şəriət və yaxud da ilahi qanunlar toplusu deyil. Orada adət, ənənələr və yaxud hər bir toplumun öz, hətta hər bir tayfanın öz mentaliteti, öz adət-ənənələri filan buna tabe olub yaşamağa da o dövrdə yəqin ki, və yaxud din deyilir. Amma mən bunu münaqişə eləmək istəmirəm. Biz bu mövzuya, bu məsələyə din demirik. Bizim din dediyimiz məsələ və yaxud da dini tərif verəndə fövqəl insan və yaxud da insan üstü varlığa tapınmağa da din deyirlər. Amma naqisdir də ustad, bunlar tam məhəttini çatdırmır. Bəli, burada da məsələn insan üstü varlıq hesab elədikləri, məsələn bəzi insanları da bütün insanlardan üstün hesab elədiklərinə görə, məsələn Konfutsi filan bu dinlər və yaxud da əxlaqi dinlər, ona görə də bunlardan arınmaq üçün və xülasə olaraq biz bu tərifi seçmişik ki, Allahın insanları dünya və axirət xoşbəxtliyinə çatdıracaq riayət olunacağı təqdirdə çatdıracaq ilahi deməli təlimlər toplusuna biz din demişik. Bəs elə bu tərifdən iki vəzifə çıxır da. Hə, bəli. Düzgün bəyan və onu tərifdən qorumaq. Əhsən, indi biz bura gəlirik ki, həmin bu təlim nə zaman insanları xoşbəxtliyə... İnsanların əlinə nə vaxt sağlam çatır ki, onun nəticəsi əbədi xoşbəxtlikdir. Və yaxud da biz ümumiləşdirsə, belə sual verə bilərik ki, siz deyən sual da onun içində olsun, mən deyəndə də hər dəfə əlavə olmasın. Ümumiləşdirsə, biz deyirik ki, həmin bu ilahi təlimlər toplusu nə zaman insanları həqiqi xoşbəxtliyə çatdıra bilər. Burada bir dənə biz qeyd eləmişik, riayət olunması, bu insanlara aid. Amma riayət olunması üçün də insanlar onu anlamalıdırlar. Düzdür, doğru başa düşməlidirlər. Yəni, yanlış anladıqları təqdirdə həmin yanlış anladıqları məfhumlar və məsələlər onları xoşbəxtliyə çatdırmayacaq. Yanlış nəticə gətirib çıxardacaq. Deməli, doğru anlaşılmalıdır bu bir. Və burada da biz dedik ki, burada təbiin, bəyan eləmək var. Bir nəfər bəyan eləməlidir onu. Doğru bəyanı. Niyə? İndi burada yenə bunun üzərində sual oluna bilər ki, bəyəm insanlar özləri başa düşmür. İnsanlar özləri başa düşsəydilər, bizim əlimizdə faktiki fakt var. Bəli. Əgər doğru başa düşsəydilər, Peyğəmbərimiz bu, Allahümmə səllələ Muhammed və al-Muhammed, bu hədisi buyurmazdı ki, məndən sonra ümmətim 73 firqəyə parçalanacaq. Deməli, 73 firqəyə və yaxud parçalanmanın səbəbi yanlış anlamadır. Deməli, bunu ilahi təlimlər toplusunun anlamasını Allah Teala bütün insanlara həvalə eləyə bilməz ki, eləməyib də. Çünki insanlar gördünüz müxtəlif idrak formaları fərqlidir. Bəli, müxtəlif anlaya bilərlər. Həm bir dövrün içində müxtəlif insanlar və müxtəlif dövrlərdə müxtəlif anlamalar ola bilər və anlamaq üçün də biz bunu demişdik ki, deməli məlumatlar, ilkin məlumatlar və insan zehnində toplanan məlumatlar insanın anlamasına təsir eləyir. Bu bir məsələdir ki, deməli Allahın göndərdiyi dini, ilahi təlimlər toplusu doğru anlaşılmalıdır. Və bu doğru anlaşılmaq üçün, doğru anlaşılmağı da Allah Teala bütün insanlara həvalə eləməyib. Deməli, buradan məntiqlə belə bir nəticə alırıq ki, Allah Teala bu təlimləri izah eləməlidir. Və izah eləmək üçün, indi fikir verin, burada izah eləmək. Məntiqi gedişə baxsa, bəli. İzah olunmalıdır. İndi bunu Allah ya özü izah eləməlidir, ya da öz tərəfindən seçdiyi bir insan. İndi gəlirik özü izah eləməlidir. Özü izah eləməlidir deyəndə, yəni bütün insanlara vəhiy göndərməlidir. Bu da mümkün deyil. Çünki burada artıq bu vəhy məsələsinə girir. Bu bizim mövzumuzdan xaricdir. Bu digər mövzunun söhbətidir ki, vəhy ümumiyyətlə bütün insanlar vəhy almaq qüdrətinə malikdir yoxsa? O zərfiyyət var ya yox? Ümumiyyətlə vəhy nədir
Vəhyin fəlsəfəsi bəhs olunmalıdır və eyni zamanda da vəhyə vəhyə çatmaq şərtləri ki, bu insanlarda yoxdur, bu peyğəmbərlərdə var. Bu barədə biz başqa verilişlərdə danışmışıq. Ona görə də burada danışmırıq. İndi gəlirik, Allah Teala deməli bütün insanlara vəhy göndərməyib. Bu da faktiki faktdır ki, biz artıq gerçəlikdən çıxış edirik. Bu da faktiki fakt göndərməyib. Onda deməli, birinci variant ki, Allah özü izah eləməlidir. Bu variant qaldı kənara. İkinci variant budur ki, onda bu olmadığı təqdirdə öz tərəfindən bir insan göndərməlidir. Reallıq da, idealı da budur da, ustad, əqlə yaxını da budur ki. Biz ağılla təhlil edirik. Bəli, bir var hər dəfə tək-tək insanlara vəhy göndərə, görə aləm dəyər. Bir də var, bir nəfər vəhy nümayəndəsi gəlir, bütün məsələləri olduğu kimi bizə izah edir. Bundan əlavə, məsələn, insanların vəhyi almaq istedadları. Bəli, müxtəlif olacaq. Burada da yenə irad oluna bilər ki, Allah o istedadı hamıya versin. Onsuz da Allah potensial olaraq hamıya verib o istedadı ki, insanlar həqiqətləri dərk eləyə bilər. Sadəcə olaraq insanlar maddi dünyada, demək olar ki, çox insan, əksər insanlar öz maraqlarının, həvai nəfslərinin, qurbanlarının çevriliblər. Ona görə də artıq onların vəhy almaq qüdrətləri zəifləyib və yaxud da itib. Ona görə də təbii ki, paklansalar, yenə İslam əxlaqı filan, bunlar şəriətə əməl eləsələr, o potensialı bərpa eləyə bilərlər. Bu bir mövzu. Amma fakt olaraq, real olaraq insanların əksəriyyəti vəhyi almaq qabiliyyəti yoxdur onlarda. Onda belə çıxır ki, insanların əksəriyyəti yolun azmalıdır və cəhənnəmə getməlidir. Allah da bunu istəmir, mərhəməti ilə. Ona görə də Allah Teala bir nəfər təyin eləməlidir, məsum olmalıdır. Həmin burada ilahi təlimləri insanlara doğru anlamın çatdırmalıdır. Onun üçün də özü doğru anlamalıdır. Və burada biz gəlirik artıq, biz qeyd eləmişik, deməli, keçən dəfə oxumuşuq onu. Bismillahirrahmanirrahim. Doğru anlamaq üçün də biz buyurur ki, və cəalnə minhum əimmətən yəhduna bi əmrina, bizim əmrlərimizə hidayət edirlər. Ondan sonra ki, ləmma səbəru və kanu bi ayatina yuqinun. O səbr elədiklərinə görə və bizim ayələrimizə yəqin tapdıqlarına, yəqin olduqlarına görə bu barədə biz danışmışıq. Ona görə də imamın deməli yəqin də ki, burada həqiqətləri olduğu kimi bilməyə deyirlər. Və həqiqəti olduğu kimi bilən, biz ona görə də əbəs yerə deyil idi ki, bundan qabaqki verilişdə biz imamın deməli elminin və səbrinin neçə veriliş qabaq. İmamın şərtlərini sayanda elminin və deməli səbrinin olmasını biz qeyd elədik. Burada bizim üçün faydalıdır o mövzu. Vəzifəsində faydalıdır. Vəzifəsində ki, elmi olmalıdır ki, ilahi təlimləri çatdırsın. Digər bir vəzifə, indi ilahi təlimləri Peyğəmbər və yaxud imamlar çatdırdılar insanlara. O insanlar yenə də öz maraqları və yaxud cahiliyyətləri üzündən həmin deməli təlimləri təhrif eləyə bilərlər. Ki eləyirdilər. Eləyiblər də. Təhrif eləyə bilər, ya cəhalətlərindən, ya deməli qərəz üzündən eləyə bilərlər. Burada da imam, yenə də burada bir nəfər olmalıdır ki, təkcə çatdırmaqla iş bitmir. Onu qorusun. Onu qorusun da. Və burada da deməli vəzifə, bir dənə də vəzifəni biz ağlımızla kəşf elədik ki, biz hələ burada heç kim üçün imamət sübut eləməmişik. Nə İmam Əli üçün, nə başqası. Hələ burada o mistaqa girməmişik. Hələ girməmişik nümunə. Biz hələ əqli təhlil edirik ki, Allahın dininin insanları xoşbəxtliyə çatdırması üçün həmin dini təlimlərin doğru anlaşılması lazımdır və onun təhrifdən, yəni dəyişikliyə uğramaqdan qorunması lazımdır. Ya bunu Allah özü eləyəcək, biz dedik ki, bu olmayıb. Və ya da ki, bunu Allah Teala nümayəndə göndərməlidir. Düzdür, bunu Allah Teala nümayəndə ilə yenə özü eləyir. Sadəcə olaraq belə deyək, islah eləyək sözümüzü. Allah Teala ya mübaşir birbaşa bunu işi icra edir, ya da vasitə ilə. İndi o vasitələr də məsum olmalıdırlar, deməli, alim olmalıdırlar. Bir sözlə o zərfiyyət, o qabiliyyət olmalıdır ki, ilahi təlimləri, məlumatları düzgün alsın
saxlasın və ötürsün, sonra da qoruya bilsin. Bəli, və qorusun, mühüm Bəli. şərt. Və qorumaq üçün də fikir verin, burada məhdəviyyət məsələsi də ortaya çıxır. bəli. Yəni bunlar hamısı məntiqlə bir-birinə Bağlayır bağlıdır. Yoxsa belə deyil ki, şiələr oturdular, bir dənə nəzəriyyə qoydular ortalığa, şiəliyi başladılar. Yox, yaymağa belə deyil. Düz. Belə şiəliyi kimsə çıxardıb, ya deyirlər Abdullah ibn Səbaya böhtan atırlar. Amma fikir versəz, bu ağlın tələbidir ki, Allah Teala bunu, indi burada bir dənə də məsələ biz danışacağıq inşallah. Bu feillərdə husun və qub məsələsi burada da caridir, burada da işləyir. İmamın məsum olmağını da, yəni qoruyanda, xatalardan, həm çatdıranda, həm qoruyanda xatalardan münəzzəh, qorunmuş olması üçün onun da ayəsini dedik ki, biz Bismillahirrahmanirrahim ayədə ki, İbrahim əleyhissalamın öz zürriyyəsi üçün imamət tələb eləyəndə Allah Teala buyurur ki, la yenalu əhdi əz-zalimin. Mənim əhdim zalimlara çatmaz. Yəni bu da məsumluq. Deməli elm və ismət sifəti Allahın təlimlərinin insanlara çatdırılmasında və qorunmasında və izah olunmasında o şəxsdə olmalıdır, vəzifə olmalıdır. Buna biz deyirik ümumilikdə, biz deyirik peyğəmbərlərə aiddir bu və imamlara aiddir ki, imamlar da ki, peyğəmbərin peyğəmbərlik məqamının davamıdır. Hər halda Allahın elçilərinə bu lazımdır. Bəli, çox gözəl. Sonra nöqtə qalmadısa növbəti vəzifələrinə keçək. Yəni növbəti bu iki mühüm vəzifədir. Həqiqətən əziz tamaşaçılar da diqqət eləsin. İlahi höccətdə gərək bu iki dənə xüsusi sifət olsun. Yəni Allahdan aldığı o məlumatlar toplusunu gərək qabiliyyəti, onun zərfiyyəti olsun, alsın, saxlasın və ümmətə, yəni bizlərə ötürsün və sonra davamında gərək qoruya ki, o orijinallığından usta çıxmasın. Bəli. Bu tam aydın, dəqiq, başqa hansı vəzifələri olmalıdır imamın? Yenə də bundan əlavə görsən sualdır ki, imamın, təbii ki, biz imamdan danışanda bunu dəfələrlə demişik ki. Amma yeri var yenə deyək ki, ilahi imamdan danışır. İlahi imam və peyğəmbərlərin vəzifələridir ki, həmin imamlarda davam edir. Yəni biz bunu dəfələrlə deyik, çünki ilahi hidayət eləyən rəhbər. Bu peyğəmbərdir və peyğəmbərdən də sonra imamlardır. Yəni imamla peyğəmbərin belə bir fərqi yoxdur. Vəhiydən başqa. Bir dənə vəhiydən başqa. Vəhdə onun nübüvvət məqamına aiddir. Amma gələndə imamət məqamına ki, peyğəmbərlərdə, bəzi peyğəmbərlərdə var idi. İbrahim əleyhissalamda var, Musa peyğəmbərdə, İsa peyğəmbərdə, Həzrəti Muhammed, Allahümmə salli ələ Muhammed və Muhammed. Bunlarda var idi. Fikir versəz peyğəmbərlərə, yəni bunlar təkcə indi qayıdırıq ən sonuncu peyğəmbərə. Düzdür, hamısı bizim peyğəmbərimizdir. Amma sonuncu peyğəmbərdən danışırıq. Sonuncu peyğəmbər Həzrəti Muhammed, Allahümmə salli ələ Muhammed və ali Muhammed. İndi gəlin bunu bir balaca tanıyaq. Vəzifələrindən söhbət gedir, yəni sirəsini demirəm. Vəzifələrini. Həzrəti peyğəmbərimiz biz dedik ki, Allah Teala tərəfindən göndərilən ilahi təlimləri insanlara açıqladı. Açıqladı yoxsa yox? Açıqladı bunu. Ondan sonra Allah Teala ayədə buyurur ki, biz sənə nazil etdiyimiz, insanlar üçün nazil etdiyimiz zikri onlara açıqla. Və Peyğəmbərimiz də onu açıqladı. Və bu bəyan vəzifəsi idi. Ondan sonra ümmətin içində bəzi əməllər var idi və yaxud bəzi ideologiyalar var idi ki, Peyğəmbərimiz onlarla mübarizə aparırdı, yəni qoruyurdu və səhvlər olanda da düzəldirdi. Hətta biz qayıtsaq fiqh bəhsinə, orada məsələn sünnə dediyimiz bir neçə dənə, 4 dənə ki dəlil deyirlər, o biri də sünnədir. Sünnə dediyimiz həmin bu məfhumu biz izah eləyəndə fiqhdə deyirik ki, sünnə yəni Peyğəmbərin və əhl-i sünnə üçün Peyğəmbərin, şiələr də bu mövzular ki, davam eləməlidir əqlən, həm də imamların. Deməli, feilləridir, qovullarıdır, bir də təqrirlərdir demişik. Deməli, feili, qovlu və təqriri. Deməli, təqrir də nədir? Təqrir orada, yəni Peyğəmbərimizin yanında hər hansı bir məsələni əməli eləyiblər, Peyğəmbərimiz orada ona qarşı bir, belə deyək də, onu nəhy eləməyib, ondan çəkindirməyib. Bu məlum olur ki, razıdır. Təqrir, yəni razılığı. Peyğəmbər razı qalıb bu əməllə. Yəni bu şər'ən problemli əməl deyil. İndi
Deməli, burada nə baş verdi? Burada baş verdi, bu qorumaq məsələsidir ki, biz hardan, yəni fiqdə əgər izah eləsək, mən fiq mövzusu deyil deyə çox onun içinə girmirik o mövzuya, amma fiqdə biz necə isbat eləyirik ki, Peyğəmbərin təqriri və yaxud imamların təqriri hüccətdir. Bunu necə isbat eləyirik? Bir dənə qısa xülasə olaraq biz bunu və yaxud da məsələn Sirətül Mütəşərriə bəhs eləyəndə orada da bu mövzunu biz istifadə edirik. Yəni biz orada deyirik ki, hə, Peyğəmbərin zamanında oldu və yaxud imamların zamanında oldu. İmam orada iştirak eləyirdi. Əgər bu caiz olmasaydı, onda imamın vəzifəsi bu idi ki, bir dənə fikir verin, bu sözü işlədirik. Şəriəti qoruyan bir məsul kimi orada etiraz eləməlidir. Buradan çıxartmışıq. Biz vəzifədən çıxardırıq ki, orada etiraz eləməlidir. Eləməyibsə, deməli o da hüccətdir. Təqriri hüccət olur bu məsələ. Deməli, bu da bir məsələ. İndi digər bir vəzifəsinə biz gəlirik Peyğəmbərimizin ki, bunlardan əlavə bir də vilayət təşriiyyə deyilə, əl-vilayətü təşriiyyə. Yəni, hökm qoymaq, hökm qoymaq vəzifəsi var idi Peyğəmbərin, bəyandan əlavə, mühafizədən əlavə, bir də təşri deyirlər buna, təşri vəzifə və yaxud da biz buna deyək təsis vəzifəsi. Bəli, təsis. Hökmü təsis eləmək, hökmü təsis eləmək. İndi biz bunu da birinci əqlən isbat eləyək, sonra nəqlən isbat eləyək. Deməli, əqlən isbat üçün biz gəlirik hökmlərin özünə. Peyğəmbər və yaxud imam nə vaxt hökm təsis, ümumiyyətlə hökm təsis eləyə bilər, yoxsa yox? Bu mövzu. Bu icazəsi varmı? Hə, bu mövzunu əqləndir. Əqlən təhlil eləyə görə ki, ümumiyyətlə təkcə icazədən yox, icazəsini Allah verəcək də. Amma ümumiyyətlə bunun potensialı var, yoxsa buradan bir, belə deyək, fəlsəfi olaraq vücudu bəhs eləyək. Bu mövzu, bu iş mümkündür, yoxsa mümkün deyil. Buradan danışaq. Əgər fikir versən, məntiqa tələbdir də bu. Əgər bu mümkün olmasa, biz onu gedib icazəsi var, yoxsa yox, araşdırmayacağıq. Mümkün olsa, ondan sonra icazə bəhsinə girəcək. Mümkün olsa, sonra görə bu mümkündür, əqlən bu mümkündür. Bəli, görə şarə də bunu təyid edib ya. Bunu məsələn, bizi izləyən izləyicilər də rahat başa düşsünlər deyə mən indi burada bir dənə sadə bir misal gətirim. Məsələn, insanın heç bir, bunu mən elə izləyici kimi sizə, məsələn, onların tərəfindən sizə sual verirəm. Məsələn, insanın heç bir vasitədən istifadə etmədən, adi yer üzündə, mən çünki planetləri demirəm, orada atmosfer məsələsi, çəkisizlik məsələsi var. Yer üzündə ki, cazibə qüvvə hamısı heç bir vasitədən də istifadə etmədən görəsən, bu məsələ, göyə qalxmaq, uçmaq qüdrəti var, mümkündür, yoxsa yox? Heç bir vasitədən istifadə etmədən xeyr. Bu yer üzündə. Mümkün deyil. İndi bunu mən həll eləməmiş, təsəvvür edin ki, mən soruşuram ki, Emir müəllim, Allah Taala görəsən şərən insanın icazəsi var göyə uçmağa, yoxsa heç bir vasitədən istifadə edin. Görəsən, gedək bunu fiqdə axtaraq. Görə bu halaldır, yoxsa haramdır. Mən bunu soruşanda siz mənə nə cavab verəcəksiniz? Hələ görə onun qabiliyyəti, potensialı var, sonra gedək şərini. Və siz deyəcəksiniz ki, bunun bir hökmü yoxdur. Ona görə ki, ümumiyyətlə bu potensialı yoxdur. Və yaxud da, məsələn, övladı, məsələn, hələ yoxdur bir insanın, o sual soruşuram indi mən sizdən ki, bu öz övladını tərbiyələndirmək üçün döyə bilər, yoxsa döyə bilmər, vura bilər, yoxsa vura, danlaya bilər, yoxsa danlaya bilər. Salibə bintifal mövzudur. Siz deyirsiniz ki, ümumiyyətlə bu mövzu yoxdur ki, bunun hökmünü arır. İndi biz gəlirik Peyğəmbərin vəzifələrinə ki, Peyğəmbərdə və yaxud imamlarda bu potensial varmı? Ümumiyyətlə təsis eləmək imkanı var, yoxsa yoxdur? Bunda bu qüdrət, bu potensial var, yoxsa yoxdur? Bunu biz təhlil eləməli. Bilmirəm, vaxtımıza var, yoxsa yoxdur? 5 dəqiqədən də çox var. Deməli, biz başlayırıq müqəddimələrdən, əqli isbat eləmək üçün. Biz birinci isbat eləyəcəyik ki, Peyğəmbərin və yaxud imamların hökm təsis eləmək imkanları var. Sonra da biz gələcəyik, nəqli yollarla baxıb görəcəksən, Allah Taala buna, bu imkanlarına istifadə eləməyə icazə verib, yoxsa imzası var ya? Bəli, belə bəhs olunur yəni məsələlər. Deməli, hökmü təsis eləmək məsələsi, hökmü təsis eləmək üçün biz birinci bilməliyik, hökm necə yaranır? Ümumiyyətlə, hökm nədir?
hökm necə yaranır məsələsi burada deməli hökmün özündə hətta biz Allah Taala barəsində də bu mövzunu, bu bəhsi eləyirik ki, Allah Taala necə olur ki, bir məsələyə vacibdir deyir, bir məsələyə haramdır deyir. Bu ki, onu bəhs eləyəcəyik, hüsnü qub əqli məsələsi. Hüsnü qubda. Amma bir hökmün özü deməli milak var, yəni meyarı var və yaxud da səbəbi var ki, bu səbəbdən bu hökm icra oldu və yarandı. Cəl deyirlər də, yarandı. Deməli, hökmün milakı və yaxud hökmün meyarı və yaxud səbəbi nədir? Məsləhət və məfsədə. Məsləhət və məfsədə. Həmin məsləhət və məfsədə, yəni bir şey, məsləhət və məfsədə də budur ki, insanı yaranıb ki, insan biz dedik axı əvvəldə. Hədəf nədir Allahın bizim üzərində? Həqiqi xoşbəxtliyə kamal və yaxud həqiqi xoşbəxtlik, bunlar sinonimdirlər. Deməli, kamala çatdıracaq hər hansı bir şey, o məsləhətdir insandır. Maniyə məfsədədir. Kamaldan saxlayacaq maniyə isə məfsədədir, fəsad, məfsədədir. Deməli, hər hansı bir məsələ, məsələn, buradakı fincandakı, məsələn, suyu içməyin hökmü ya haramdır, ya halaldır, düzdür? İndi halal haramlığının arxasında dayanan meyar onun məsləhət və məfsədəsidir. Təbii ki, su içmək məsələsindən biz danışmırıq, onun hökmü mübahdır. Çünki orada məfsədə və yaxud məsləhət yoxdur deyə, orada mübah. Misal olaraq. Və yaxud da məsələn, haram içkidir. Allah uzaq eləsin. Haram içkidir. Haram içki, burada dedik ki, bunu içmək haramdır. Niyə görə haramdır? Ona görə ki, bu haram içkinin zat, yəni hələ zat bəhsini eləmir. Haram içki insanın kamaldan saxlayır. Oğurluq eləmək haramdır, filan məsələ haram. Və yaxud da məsələn namaz qılmaq vacibdir. Ondan sonra bu məsələ və yaxud da məsələn doğru yolla məsələn indi gedib məsələn ət kəsiləndə möminlər buna diqqət edirlər. Görəsən şər'i kəsilib yoxsa şər'i kəsilmir. Çünki şər'i kəsilmiş əti yemək halaldır. Halaldır, şər'i kəsilmirsə haramdır. Deməli bu məfsədəsi var və o insanı kamaldan saxlayır. Yəni onda hikmət, bir də bunun içində hikmət var ki, o da başqa bir mövzudur ki, nəyə görə belədir? Məfsədəsinin illəti nədir? Amma biz hələ ki bu həddə danışırıq, məfsədədir yoxsa məsləhətdir. Deməli onu biləndən sonra bir məsələnin biləndən sonra ki, məsləhətdir və yaxud məfsədəsi var, bunun ardınca hökm gəlir. İndi hökm Allah'dandırsa, deməli Allah'da bu məsələnin məsləhət olduğunu bilən Allah bilir deyə, burada bir iradə, hub yaranır. Hub yaranır. Biz burada mexanizmi danışırıq. Prosesi. Əhkamın mexanizmi belədir. Deməli, bildi ki, məsləhətdir. Məsləhət olan kimi burada hub var. Hub yəni istək və hub da iradəni gətirir və Allah Taala iradə eləyir ki, bu iş onun olunmasını iradə eləyir. Və yaxud da bir yerdə ki, məfsədədir, əksinə bunun. Orada boğuz yaranır, boğuzda ikrah, yəni bunu eləməmək hökmü verilir. Məsələ buradadır. Peyğəmbərin potensialı. Bəli, indi burada Peyğəmbərimiz, burada bir dənə də incə bir məsələ qalıb. Həmin məsələni, həmin mövzunu, çünki biz burada Allahı misal vurdıq deyə, burada gəlir əşairələr, burada müdaxilə eləyə bilərlər ki, Allah Taala istədiyi bir şeyə məsləhət deyə bilər və yaxud vacib deyə bilər, istədiyi bir şeyə haram deyə bilər. Ki, o hüsnü qubu əqli məsələsində orada bəhs eləyər. Bəli, burada bəhs olmalıdır. Deməli, burada məsələ nədir? Məsələ nədir? İndi bilmirəm. Vaxtımız çatan qədər danışaq. Bəli, 2-3 dəqiqə. Məsələ nədir? Məsələ budur ki, Allah, çünki biz Peyğəmbərə gələcəyik. Çünki burada məhdudlaşsa bu mövzu, məhdudlaşsa Allahın iradəsi ilə, bura artıq digərləri girə bilməz. O potensial Peyğəmbərdən götürülür. Yox, Allahın iradəsi ilə yox. Məsələnin özünün zatında dayansaq, orada artıq o məsələnin zatını bilən, hər kəs bilən, hökmü qoya bilər. Hökm verə bilər. Məsələ buradadır. İndi biz gəlirik burada, deməli, həmin bu məsələdə, məsləhət və məfsədə görəsən, bu məsələnin, bu hər hansı bir feilin və yaxud hər hansı bir
qəziyyənin və yaxud hər hansı bir məsələ deyək də, hər hansı bir məsələnin zatındadır, yoxsa bunu Allah cəl eləyib? Allah bunu belə deyib deyə bu qəbih olub. Allah deyib deyə həsən olub. Necədir bu? Əhsən. Burada saxlayaq ustad. Hörmətli tamaşaçılar üçün də maraqlı olsun ki, bəhsin davamı hara gedir. Həqiqətən mən o bəhsin ardını görürəm. Ona görə özüm üçün də çox maraqlıdır ustad. Allah razı olsun. Allah köməyiniz olsun. Mən öz adımdan sizə dərin təşəkkürümü bildirirəm. Verilişimizi gəldiniz və gözəl məlumatlar verdiniz. Hörmətli tamaşaçılar, həqiqətən maraqlıdır. Baxın, biz imam üçün bir vəzifə müəyyən edəndə, yəni biz müəyyən etmirik. Yəni ilahi höccətdə gərək o vəzifə olsun. Bu əqlin tələbidir insandan. Əql qüvvəsi deyir ki, sən ilahi höccət ünvanına maliksənsə, gərək səndə bu qabiliyyətlər olsun, bu potensiallar olsun. Yoxsa mən sənə niyə ilahi höccət deyim? Sənlə məndə nə fərqi var? Səndə də əql var, məndə də əql var, səndə də əl var, məndə də əl var. Baxın, hələ biz dəyərli qonağımızın vurğuladığı kimi mistaqa, predmetə girməmişik, biz müəyyən etməmişik imam kimdir. Biz deyirik ki, bu ünvan gərək bu xüsusiyyətlərə, bu şərtlərə, bu vəzifələrə, bu potensiala və bu elmə malik olsun. Allah amanında növbəti verilişə qədər. La ilahe illallah Muhammedun Resulullah Aliyyun veliyullah Ali veliyullah